İndi digər sınağın həllinə keçək. Bu da dəyər nəşriyyatın bir sınağıdır. 61-ci sualın həllinə baxaq. Burada deyilir ki, 61-ci sualda yazılıb ki, aşağıda fasilinə bərabər olarsa, A ədədi aşağıdakılardan hansına tam bölünmür? A variantında 2 üstü 2'dir. Burada 2 üstü 2 vuruğu var. 5 üstü 1, burada 5 vuruğu var. 6 özü 2 vur üstü. 2, 3 vuruğun hər ikisi var. 8 2 üstü 3 edir. 2 üstü 3 vuruğu gördüğünüz kimi burada yoxdur. Maksimum 2 üstü 2'dir burada. Deməli cavab D variantı. 9 3 üstü 2'dir. Gördüğünüz kimi ondan daha artıq 3 üstü 2 var. Ona göre ev ola bilməz. Cavab D variantı. 62-ci sualda Venn diaqramından çəksək, bura A çoxluğu, B çoxluğu. Kəsişmədə 2 element var. A çoxluğunda 12 element olduğu üçün bura 10 element qalır. B çoxluğu 10 element, 8 element. Birləşməni soruşur. Birləşmə eləyir 20 element. 63-cü sual şagirdlər belə yazılır. A bərabərdir 2, 0 tam 2. 3 devr elədiyi üçün 3 yazırıq. B bərabərdir 0 tam 23 dövr eləyir. 23 və s. C də bərabərdir 0 tam 10'da 2. Ondan sonra 23 dövr eləyir. 23 və s. bu şəkildə gedirik. İndi müqayisəyə baxırıq. Birinci rəqəmləri eyni, ikinci rəqəmləri eyni, üçüncü rəqəmlərdə B-də 2 gəlir, amma burada 3 deməli ən böyüyü A-dır. Sonra buradan da keçdik. Artıq B-də görürük. İkinci rəqəmlər eynidir, üçüncü rəqəmlər C-də 3 olduğu üçün 3 2'dən böyük olduğu üçün C daha böyükdür. C o da böyükdür B. Yəni cavab B, C, A. Şagirdlər, A ədədini B faiz azaltmaq. B faiz azaltmaq o deməkdir ki, A'dan A'nın B faizini çıxırsınız. A vurulsun B bölünsün 100. O da bərabərdir. 100'də 100A minus AB. O da bərabərdir. 100'ü B, A'nın mötərizə xaricinə çıxarsanız A vurulsun 100 minus B bölünsün 100. Sonra deyir ki, alınan ədəd artıq budur. Bunu B dəfə azaltmaq B'yə bölmək deməkdir. Yəni onda olur belə. A vurulsun 100 minus B bölünsün 100 B. Deyir onda A ədədinin 4 faizinə bərabərdir. 4 faizinə bərabər olmağı demək ki, A vurulsun 4 bölünsün 100. Burada yüzlər gedər, A'lar da gedər, nə qalır? 100 çıx B tənasüb kimi vursaq bərabər 4B. Buradan 5B bərabərdir 100'ə, B də bərabər neçəyə? 20'yə. Deməli şagirdlər 70-ci suala 20% gəlirlə satılan maldan 14 manat gəlir əldə olunarsa malın satış qiymətini tapın. Deməli malın özünü 100% qəbul eləyəndə 20% gəlir elə 14 manat təşkil. Deməli 20%-ə 14 satış qiyməti bizə lazımdır 120%. 120% x əlbəttə bunu hər iki tərəfin tənasüb kimi də eləyə bilərsiniz. 20 vurulsun x bərabərdir 120 vurulsun 14. 120'ni 20'yə böləndə 6. X də bərabərdir. 6'ını da vuranda 14 eləyir 84 manat. Bizdən satış qiymətini istəyir çünki. 71-ci sualda 5 müxtəlif sadə ədədin hasilini. Gəlin 5 müxtəlif sadə ədəd yazacaq. 2, 3, 5, 7, 11. Neçə natural bölənlər var? Bunların hərəsinin qüvvəti bilirik ki, 1'dir. Natural bölənlərin sayını necə tapırdıq?
Üstlerini bir vahide artırıp vururduk. 1 üste gel 1, 1 üste gel 1, 1 üste gel 1, 1 üste gel 1, 1 üste gel 1. O da beraberdir eləyir 32. Ya da birbaşa 2 üstü 5 ile yazabiliriz. O da beraberdir 32. Sonra indi 74-cü suala baxaq. B çoxluğu A çoxluğuna daxildir. Bu olsun B çoxluğu, bu isə olsun A çoxluğu. Bizə deyir A çıxılsın B. A çıxılsın B, əlbəttə buradakı çoxluqdur. Bu A çıx B ilə B-nin birləşməsi. Elə bu eləyir A çoxluğu. Hansına bərabərdir deyir. Deməli, bu çoxluq əslində elə A çoxluğu ilə eynidir. Şimdi baxaq 75-ci suala. Bu hasil natural ədəd olarsa, 0,4 dövründə 6 bilirik ki, 46 çıx 4 bölünsün 90'a bərabərdir. O da bərabərdir. 42 bölünsün 90. 6'ya ixtisar eləsək, burada 7. 6'ya ixtisar eləsək 15. Deməli qaldı 7A bölünsün 15. Bu natural ədəd olması üçün A'nın ən kiçik qiymətini tapın. Deməli, burada gördüyümüz üçün kimi bu natural ədəd olması üçün A 15'e bölünən ədəd olmalıdır. 15'e bölünən 7 çünki heç bir vuruq deyil burada. 15'e bölünməsi üçün A ən azı 15 olmalıdır. İndi 76-cı suala baxaq. A bərabərdir 24 B-yə. Buradan hər iki tərəfi B-yə bölsək, A bölünsün B bərabərdir 24. A-nı B-yə böləndə tam qismət 24 olub. Bu deməkdir ki, elə A və B ədədlərin ortaq olmayan sadə vuruqların hasili. Sadə vuruqların hasili elə 24 olacaq. Çünki A ədədini biz 24'e böləndə təsəvvür edin ki, A 24K şəklindədir, B isə K'dır. Burada ortaq olan K'dır. Ortaq olmayan isə 24'dür. Ona görə ortaq olmayan sadə vuruqların hasili elə 24 olur. 77'ye baxaq. A ədədinin B faizini tapın. Onda A vurulsun B bölünsün 100'ü tapmalıyıq. O da bərabərdir. Bu ifadəni tənasüb kimi vursaq, AB bərabər nəticə tapılır 20. AB'nin 20 yerinə 20 yazsaq, bölünsün 100. Deməli cavab qalır 0,2. Şimdi 84-cü suala baxaq. 84-cü sualda deyilir ki, A və B düz xətlərinin C düz xətt ilə kəsməsindən olur, daxili bir tərəfli bucaqların nisbəti 5/3'dür. Düzdür, burada paralellik xassəsi verilməyib, amma hələlik paralel kimi qəbul eləsək, daxili bir tərəfli bucaq. Burası 5x, burası isə 3x'dir. Onda 5x çıxılsın 3x bərabərdir 32'ye. 2x bərabərdir 32, x də bərabərdir 16. AB düz xətlər arasındakı bucağı tapın. Burada demək ki, paralellik deyil. Məsələ başqa cürdür. Şəkili təzədən quraq. Deməli, şagirdlər belədir. A düz xətdir, B düz xətdir və bu da C düz xətdir. A, B və C. Daxili bir tərəfli bucaqlar deyəndə buranı nəzərdə tutur. Burası olsun 3x, burası olsun 5x.
fərqi. Deməli 5x çıxılsın 3x bərabərdir 32 dərəcə. Burası olur 2x bərabərdir 32, x də bərabərdir 16. 16'dırsa onda bu bucaq olur neçə dərəcə? Bu bucaq olur 16'nı 5'e vuranda 80 dərəcə. 16 burada olur 48 dərəcə. Bizdən A, B düz xətlər arasındakı bu bucaq soruşur. Burası ilə 128, 180'dən də çıxanda 128, 2, 5, 52 dərəcə qalır. Çünki bu üç bucağın daxili bucaqların cəmi 180 dərəcədir.